Merhaba arkadaşlar. Bugün Türk dünyasının önemli kültür merkezlerinden biri olan Azerbaycan'a uzanıyoruz. Öncelikle Azerbaycan'a ve güzel Bakü'ye buradan sevgi ve selamlarımı gönderiyorum. Bugünkü konuğum Azerbaycan edebiyatının değerli isimlerinden yazar Kabil Yazhar. Edebiyatın insan ruhunu besleyen gücüne inanan, eserlerinde insanı, toplumu, kültürü ve yaşamı merkeze alan önemli bir kalem. Kendisiyle bugün hem günümüz edebiyatı hem de Azerbaycan edebiyatının geçmişini, bugünü ve geleceği konusunda konuşacağız. Hocam hoş geldiniz. Hoşunuz olsun Fuat Bey. Necəsiniz Fuat Bey? Sağ olun hocam, teşekkür ederim. Siz nasılsınız? Şükür Allah razı olsun. Bizden de Azerbaycan'dan Türkiye kardeşlerimize salamlar olsun, saygılar olsun. Biz bir millet, Böyük Atatürk'ün dediği için bir millet, iki devletik. Biz bir canıq. Allah Türk'ü korusun, Allah dünyamızı korusun. Bizden sizlere böyük salamlar, kucak dolusu salamlar var Fuat Bey. Sağ olun hocam. Türkiye'den de size selamlar var. Buyurun. Evet arkadaşlar, biliyorsunuz konumuz edebiyat. Edebiyat sadece kitaplardan oluşan bir dünya değildir. Edebiyat bir milletin hafızasıdır. Sevinçlerini, acılarını, umutlarını ve hayallerini geleceğe taşıyan büyük bir kültür köprüsüdür. Özellikle Türk dünyasının önemli merkezlerinden biri olan Azerbaycan, yetiştirdiği şairler, yazarlar ve düşünürlerle ortak kültürün en güçlü kaynaklarından birisini oluşturmuştur. Bugün de hem Azerbaycan edebiyatını hem de dijital çağla beraber edebiyatın karşı karşıya olduğu sorunları konuşacağız. Hocam ilk e, sorum şöyle olsun. E, Yani edebiyat bir milletin aynası dedik hocam. Bir halkın tarihini öğrenmek için bazen tarih kitaplarından çok romanlara, şiirlere ve hikayelere bakmak gerekir. Azerbaycan edebiyatına baktığımızda sadece estetik bir değil, aynı zamanda işte bağımsızlık mücadelesi, kültürel direnci, özlemleri ve ortak Türk kültürünün izlerini görebiliyoruz. Fuzuli'den günümüze uzanan büyük bir miras var. Aslında bütün Türk dünyasının ortak hafızasının bir parçasıdır diyebiliriz. Bu bakımdan hocam Azerbaycan edebiyatın diğer edebiyatlardan ayıran temel özellikler hakkında neler söylemek istersiniz? Buyurun hocam. Çok teşekkür ederim hocam. Güzel bir soru, sualınız için minnətdaram. Əlbəttə, hər bir xalqın, hər bir millətin özünün ədəbiyyatı, tarixi, böyük mədəniyyəti, kültürü var. Və təbii ki, Azərbaycan olaraq da Azərbaycan xalqının çox qədim köklərə malik olan ədəbiyyatı var. Bu ədəbiyyat sadəcə yazılı deyil, həm də bundan öncə şifahi xalq ədəbiyyatı var idi bizdə. Şifahi xalq ədəbiyyatımız olduqca zəngindir və demək olar ki, dünyanın ən qədim ədəbiyyatlarından birinə sahibdir Azərbaycan ədəbiyyatı. Və həmişə biz Heydər Əliyevin, bizim lider Heydər Əliyevin gözəl bir sözü var idi. Deyirdi ki, mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam və bu cəhətdən biz də hər birimiz fəxr edirik ki, biz Azərbaycanlıyıq. Çünki bizim həm böyük tariximiz, həm ədəbiyyatımız, kültürümüz var. Oxuduqca bitməz. Bizim ədəbiyyatın digər ədəbiyyatlardan fərqlərindən biri də odur ki, təbii ki, bu qədimliklə yanaşı, həm də Azərbaycanda baş vermiş sosial, siyasi məsələlərlə yanaşı, bunlar da ədəbiyyatımıza çox böyük katkıda olmuşlar. Biz, məsələn, baxsaq, digər fərqlərindən biri, məsələn, yaxın şərqdə, müsəlman şərqində belə deyək, dramaturgiyanın əsasını Azərbaycanlı yazıcı Mirzə Fətəli Axundov 19-cu əsrdə qoymuşdu. Yəni, onun bir sıra əsərləri müsəlman şərqində bir ilkə imza atmışdır. Və bu şeylər Azərbaycan ədəbiyyatının nə qədər dərin, zəngin olduğunun bir daha göstəricidir. Eyni zamanda qeyd edim ki, həm bizim şifahi ədəbiyyatımız, həm yazılı klassik ədəbiyyatımız bu gün də öz sözünü deyir, belə deyək, bizim şifahi xalq ədəbiyyatının dili bugünkü Azərbaycan dilinə, müasir Azərbaycan dilinə çox yaxındır və kəskin surətdə fərqlənmir. Bu da onun göstəricisidir ki, bir xalq olaraq biz öz dilimizə, ədəbiyyatımıza, musiqimizə, ümumiyyətlə öz varlığımıza sahib çıxmış bir xalqıq. Düzdür, zaman zaman bir çox
böyük mübarizələrdən, mücadilələrdən keçdik. Amma nəticə etibarilə Azərbaycan xalqı bugün böyük problemlərimizdən biri olan, məsələn, Qarabağ problemini biz həll etdik. Bir xalq olaraq, bir dövlət olaraq, bir ordu olaraq hər birimiz bir əsgər kimi mübarizə apardıq və sonda böyük bir problemimizin də, yəni Qarabağımızı, şükürlər Rəbbimizə ki, Allah şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandamız sağ olsun. Yəni onların sayəsində, igid oğullarımızın, qazilərimizin sayəsində biz bugün Azərbaycan, belə deyək, öz sözünü dedi. Və təbii ki, bütün bunlarla yanaşı ədəbiyyatımız da bir yazar olaraq qələmimiz heç vaxt susmadı. Ən çətin məqamlarda belə biz qələmə güvəndik. Qələm də bir silahdır. Ən güclü silahlardan biri qələmdir. Və bu bir qələmlə biz, belə deyək, mübarizə apardıq. Yəni bütün Azərbaycan xalqı, hər kəs öz bacardığı qədər mübarizə apardı, səfərbər oldu və qoruduq. Yəni sözümün canı budur ki, ədəbiyyatımız sadəcə müasir dövrdə yox, həmçinin keçmişdə də, klassik ədəbiyyatımızda da biz bunu görə bilirik. Çünki bir sıra imperiyalarla qarşı-qarşıya gəldik, bir müddət əsarət altında olduq. Amma sonda nə oldu? Azərbaycan xalqı öz varlığını qorudu, ədəbiyyatını qorudu və bu gün də yenə qeyd edirəm, Ulu Öndərin dediyi kimi, mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam və bu gün də fəxr edirəm. Allah bütün dünyamızı qorusun, dünyada barış olsun. Necə gözəl söyləmişdi Atatürk, yurtda barış, cihanda barış. İnşallah ki, hər şeyin gözəl olacağını ümid edirik. Bizim duamız budur. Evet. Hocam Buyurun, şimdi Fuat. teknolojinin gelişmesiyle birlikte insanlar bilgiye daha hızlı ulaşıyor ama aynı hız işte düşünmenin ve derinleşmenin önüne de geçebiliyor. Hani kısa videolar, hızlı tüketilen içerikler ve dijital kültür kitap okuma alışkanlıklarını ciddi şekilde etkiliyor günümüzde. Bugün birçok insan bilgiye ulaşabiliyor fakat bilgiyi içselleştirmekle ve derinlikli düşünmekle zorlanabiliyor yani. Sizce günümüz edebiyatının karşı karşıya olduğu en büyük sorunlar nelerdir hocam? Çox təşəkkür edirəm Fuat bəy. Çox gözəl bir sualdır. Əlbəttə, ədəbiyyatın problemləri hansı zamandan, məkandan asılı olmayaraq həmişə olub və olacaq. Təbii ki, bununla yanaşı bəzi problemlər hətta bizə daha da gücləndirir. Necə ki, Nietzsche'nin bir sözü vardı ki, öldürməyən yara gücləndirir. Bəli, problemlər var. Məsələn, bu digital, rəqəmsal dövrdə çox təəssüf ki, bəzən yazıçılıq, şairlik istedadı, yetəneği olmayan insanlar da əlinə qələm alırlar. Əlinə qələm almaq bir yana, bu digital, belə deyim də, yapay zəka, süni intellekt vasitəsilə başlayırlar öz əsərlərini, məsələn, 0-dan 10 vasitəsilə yazırlar. Bu, yəni yol verilməzdir. Bu, həm əxlaqi cəhətdən, həm də ki, bir insan olaraq, vicdan olaraq çox uyğunsuz bir hərəkətdir. Mən belə eşitmişəm, məsələn, bəziləri olub elə. Yəni, mən bunu, məsələn, şəxsən qəbul edə bilmərəm. Biz bilgi ala bilərik yapay zəkadan, bilgilərimizi daha da gücləndirə bilərik. Amma, məsələn, mən şair olacam, yazıçı olacam deyərək, əlimə qələm alıb və süni intellektdən ona verim ki, o yazsın. Zaten o da yüz minlərlə yazarın fikirlərini, sözlərini cəmləyir, skan edir, belə deyim. Ondan sonra başlayır bizə bir yazı nümayiş etdirir. Yəni bu, belə vicdanı olan insan, Victor Hugo'nun çox gözəl bir sözü vardı ki, hər kəsin tanrısı onun vicdanıdır. Yazarın ilk öncə vicdanı olmalıdır. Bəli, eyni zamanda problemlərdən bir çox problemlər var. Məsələn, düşünürük ki, digital çağda yaşayırıq və kağıt, ənənəvi kitablar sıradan çıxmalıdır. Xeyr, mən belə düşünmürəm. Necə? Məsələn, mən kağıtdan adət aldığımız genel olan kitablardan aldığım o zövqü, o şövqü digital çağdan ala bilmirəm. Digital ortamda, belə deyim, mən sadəcə bilgi almaq üçün, haberlərə baxmaq üçün, belə deyim, istifadə, yararlanıram. Amma roman oxumaq üçün, böyük bir şeir, poema oxumaq üçün mən, yəni özüm oxumağı kitabdan çox sevirəm. Təbii ki, problemlər təkcə bunlarla bitmir. Bəzən bugün dünyamızda insanlar daha çox, belə deyim də, günlük yaşam, sosial problemlər də, bunun da ədəbiyyata təsiri var. Amma yazarın borcudur ki, bu problemləri hiss edilsin, duysun və onu qələmə alsın.
Təbii ki, bunlarla yanaşı mən bu problemlərin də müəyyən müddət sonra belə deyək də dövlətlərin belə deyək müəyyən qanunlarından sonra bunların da bir etik çərçivədə həll olunacağına inanıram. Çünki yenə deyirəm, zamanla bütün dövrlərdə ədəbiyyatın problemi olmuş. Zaten ədəbiyyatın bir missiyası da bu problemləri çözmək üçündür. İnanıram ki, qarşıda, gələcəkdə bütün bu problemlər həll olunacaq və ədəbiyyat, bəzən deyirlər ki, bugün ədəbiyyat dövrü deyil, texnika dövrüdür. Xeyr, hər zaman belə olmuş. Yəni, məsələn, araba ilk dəfə yarananda deyirlər ki, at sıradan çıxacaq. Xeyr, at sıradan çıxmadı. Sadəcə olaraq bir sıra alternativlər oldu. Və bugün də yeni texnologiya bizə həm əslində bizim üçün çox gözəl şərait yaradır bu texnologiya. Yəni, düzgün istifadə etmək üçün, məsələn, bugün biz sizinlə konuşuruqsa, bu alimlərə, uzmanlara minnətdarıq. Çünki bu bizə verdilər və biz buradan görürsünüz necə gözəl məqsədlərlə yararlanırıq. Evet. Yəni siz orada, mən burada, aramızda 2000 kilometrdən çox məsafə var. Amma sanki yan-yana oturub söhbət edirik. Bunun nə pisdir ki? Amma yenə deyirəm, sonda hər şey o vicdan məsələsinə bağlanır deyə, bu da təbii ki, insanın özündən asılıdır və sizin kimi dəyərli yazarların olduğu bir cahanda inşallah bu mübarizə ilə biz o problemləri də, sorunları da həll etməyə nail olacağıq. Təşəkkür edirəm bu gözəl sual üçün. Çok Buyurun sağ olun Fuat. hocam. Güzel cevaplarınız için ben teşekkür ediyorum. Hocam bugün gençlerin önünde tarih hiç olmadığı kadar fazla seçenekler sunuyor. Ancak dikkat sürelerinin kısaldığını, görsel dünyanın artık yazılı kültür önüne geçtiği bir dönemde yaşıyoruz. Buna rağmen hala iyi kitapların gençlerin hayatını değiştirme gücüne sahip olduğunu düşünüyorum. Çünkü kitap yalnızca bilgi vermez, insan karakterini, hayal gücünü ve düşünce dünyasını da şekillendirmeye çalışır. Gençlerin edebiyata ve kitaplara yeniden ilgi duyması için bugün neler yapmalıyız hocam? Buyurun. Çox təşəkkür edirəm maraqlı sualınız Fuat bəy. Əlbəttə ki, məsələn, mən yenə böyük Atatürkdən misal gətirmək istəyirəm. O deyirdi ki, mən çocuq ikən 4 kuruşum olarkən onun 3 kuruşunu kitaba xərclədim. Əks halda mən Atatürk olmazdım. Yəni, bildiyim qədərilə böyük Atatürk 3997 kitab oxumuşdur. Təbii ki, bu bildiyimizdir. Bəlkə də bilmədiyimiz digərləri də var. Demək istədiyim odur ki, gənclər, yenə deyirəm, bu müəyyən hər zamanın öz ruhu var. Bugün görsel olaraq təbii ki, yəni bugün biz məsələn elə Instagramda, Facebookda baxırıq, belə keçirik. Amma inanın mənə, yəni mən şəxsən öz adıma danışıram, o baxdıqlarımın %98-i bəlkə yaddaşımda qalmış. Müvəqqətidir, 2-3 saniyə baxsın. Məsələn, mən ola bilər ki, hansısa bilgini öyrənirəm, amma mənim üçün yararlı olan bilgidən başqa o digərləri bir yel kimi əsib keçir. Amma məsələn, dünən bizim ofisdə, bizim iş yerimizdə Ali bəy Yurtsevən bizim qonağımız oldu, qardaş Türkiyədən, Ankara'dan. Yəni onu biz burada ayarladıq, çox şərəf duyduq, çox gözəl, dəyərli bir insan, sizdən gözəl olmasın, yaxşı olmasın. Yəni çox səmimi bir yazar, şair, eyni zamanda editor, qəzeteci. Yəni bu mənada bax, yəni demək istədiyim odur ki, bu kitablardan aldığım zövqü mən digər, məsələn, elektron, digital variantdan ala bilmirəm. Birkaç roman oxudum digitaldan, məsələn, elektron olaraq, məsələn, amma sanki o kitabı heç oxumamış kimi oldu. Yəni, mənə o qədər zövq verə bilmədi. Əslində, kitab çox gözəldir. Amma eyni kitabı mən o vərəq kitabdan, kağıt kitabdan oxuyarkən çox böyük zövq alıram. Çünki bu kitablar, genel kitablar bizimlə bir arkadaş, dost oluyor. Məsələn, 500 vərəqlik bir kitabı mən bir aya ya bir həftə, indi hər kəsə fərqli ola bilər, bitirə bilirəmsə, onunla bir dost oluram. Sanki bir uçaqda, trende, arabada gedərkən necə ki dost oluruq, ayrılırıq. Amma biz ondan ayrılsaq da onun xatirələri bizim içimizdə yaşayır və bizi daha da gücləndirir. Yəni gənclərə mən belə deyim də, tövsiyə edərdim ki, internetdən istifadə etsinlər, yararlansınlar. Bu çox gözəldir. Bugünkü gənc, müasir gənc hər şeydən faydalanmalıdır. Amma hər şey normasında olmalıdır. Yəni mən bütün günümü
oyun oynayım, futbola baxım, ancaq belə deyim, Instagramda keçirim. İndi burada digital olsa da səhv anlaşılmasın. Hər hansı bir platforma olsun. Yəni bütün günümü orada keçirəm. Bilirsiniz, həyat ən dəyərli şey vaxtdır, zamandır. Bəzi mənbələrə görə zaman Allah Tanrının özüdür. Bu mənada demək istədiyim odur ki, biz vaxtımızı ən dəyərli olan şeylərə sərf etməliyik. Müvəqqəti yox. Çünki biz kısıtlı bir dünyada hayatımız var. Maksimum 100 il yaşayırıq. İndi bu yeni çağ, yeni elm, bilgi bizi 120 yaşa qaldırmaq istəyir ömrümüzü. Amma istər 1000 il olsun, fərqi yoxdur. Zaman ən dəyərli bir şeydir. Mən gənclərə yenə tövsiyə edərdim ki, daha çox, yəni təbii ki, seçim yenə də onlarındır. Amma yenə deyirəm, o kitabdan aldığım zövqü mən şəxsən digitaldan ala bilmirəm. Amma digitaldan da yararlanıram. Bu, yəni qaçınılmaz bir gerçəkdir. Dünyamız artıq yeni bir dönəmə daxil olub. İnanıram ki, bu dönəm öz sorunları ilə yanaşı, öz gözəlliklərini də bütün dünyaya, insanlığa təqdim edəcək. Yenə deyirəm, hər çağın öz ruhu var. Mən bugün bilgisayar da kullanıram. Yəni 25 ildən çoxdur ki, indi 43 yaşım var. Bilgisayar kullanıram. Eyni zamanda yazılarımın çoxsunu bilgisayarda yazıram. Bu çox iyi bir şey, çox gözəl bir şey. Amma vərəq kitabdan ayrıla bilmirəm. O kitab mənim ruhum, nəfəsim. Yəni belə deyim də, kitab həyatı dəyişən, dünyanın ümumiyyətlə bir söz var ki, bir öyrətmən, bir kitab, bir qələm dünyanı dəyişir. Bu belə bir söz var. Müəllifini bir xanımdır. Adım biraz səhv deyə bilərəm deyə üzr istəyirəm. Yəni həqiqətən də kitabların rolu böyükdür. Ona göre de kitaptan ayrılmamağını tövsiye ederim herkese. Evet. Buyurun hocam. Sağ olun hocam. Hocam bildiğiniz gibi büyük yazarlar sadece hikaye anlatmazlar. Aynı zamanda yaşadıkları çağın vicdanı olurlar. Toplumun görmediği yaraları göstermeye çalışır. Susturulan insanların sesini duyurmaya çalışır. Ve insanlığa da ayna tutmaya çalışır. Bu yüzden edebiyatın yalnızca estetik değil, aynı zamanda ahlaki ve toplumsal bir yönü de var. Bir yazarın topluma karşı sorumluluğu olduğunu düşünüyor musun? Veya sorumluluğu ne olmalıdır? Buyurun hocam. Bu da çok, digər suallar kimi bu sualınız da çox gözəldir Fuad bəy. Çox təşəkkür edirəm. Yazar təbii ki, əlinə qələm alırsa, ilk başdan bunu düşünür ki, yəni böyük bir məsuliyyətin üzərindədir. Yazar, mən bir şair düşünək, cəmiyyətdə baş verən proseslər, savaşlar, onu düşünmür, laqeyd olur ona, fikir vermir. Yəni bir yazar bunlara fikir verməsə, məncə güclənə bilməz. Məncə yox, %100. Bütün bunlar biz yazarda bir ateş yaradır və onda yeni kitabların ərsəyə gəlməsində zəmin yaradır. Yazar duyğusaldır, hassasdır. Yəni ola bilər müxtəlif mövzular var, məsələn konular var. Biri dedektiv yazar, biri bilim kurgu yazar, biri belə deyim dini kitap yazar vesaire vesaire. Amma sonuç olaraq hər bir yazar öz xalqına bağlı olmalıdır, dünyaya bağlı olmalıdır. Həm bu dünyada varkən olmalıdır, həm də bu dünyanın da ötəsində düşüncələrə sahib olmalıdır. Necə? Yəni yazar yazarkən o hissi yaşasa daha gözəl yazacaq, daha səmimi yazacaq və okurların belə deyim qəlbinə nüfuz etməyə bacaracaq. Bir Fatih kimi sözün sultanına çevriləcək. Bu mənada yazar həm də böyük sorumluluqdur. İstənilən konu olur olsun, yazar ilk növbədə vətən, dünya, yəni bir yaradana eşq. Necə ki, bunları biz klasik ədəbiyyatımızda Mövlana'da görürük, Yunus Emre'də görürük. Onlar baxmayaraq ki, həm belə deyim, metafizik konularda çox uzman idilər, həm də bir xalqını düşünən, bu dünyada varsan, Məhəmməd Peyğəmbərin də bir sözü var ki, o deyir ki, həm bu dünya üçün yaşa, həm də o dünya üçün. 50-50'ye. Yəni o dünyanı düşünüb bu dünyanı unutmaq da bir şey deyil. Bu cəhətdən yazar, bir çox məsələn, bax bir şey də deyim ki, Azərbaycan ədəbiyyatında, eləcə də qardaş Türkiyə ədəbiyyatında da elə Osmanlı sultanların çoxsu da
hem şair olmuşlar, hem de hükümdar olmuşlar. Onlar sözle minillikləri fəth etdilər. Qılınçla da öz torpaqlarını qorudular. Bu nə deməkdir? Bizdə Məhəmməd Said Ordubaninin gözəl bir kitabı var, Qılınc və Qələm. Dahi şairimiz Nizami Gəncəvinin həyatına təsir edib bu kitabı. Yəni, həm qılıncı yerdən qoymamalısan, həm də qələmi. Hər ikisi birlikdə olanda çox güclü olur. Amma biri olub, o digər olmayanda zəiflik baş verir. Ona görə də yazarın silahı qələmdir, sözdür və sorumluluq daşıyır. Düşünürəm ki, yazar sorumluluq. Çünki bəzən bir sıra cəmiyyətdə baş verən proseslərdə yazarlar, ilk növbədə yazarlar belə deyək, məsuliyyət daşıdığı üçün söz onlara verilir. Bunun üçün də mən hər bir yazara uğurlar arzu edirəm, içində özüm olmaqla və təbii ki, başda siz olmaqla Fuad bəy. Çox təşəkkür edirəm ki, bax, belə bir gözəl verilişinizdə məni qonaq etdiniz, şərəf duydum. Hər zaman belə deyəm, mən sizlə, belə deyəm də, çox şadam sizinlə dost olmağa, arkadaş olmağa. Bir yazar olaraq sizi tanıdığım üçün çox təşəkkür edirəm. Ben teşekkür ederim. Buyurun hocam. Hocam şimdi şiirden bahsettiniz. Yani Türk dünyasında şiirin her zaman özel bir yeri olmuştur. Yani şairler bazen bir milletin duygularını politikacılardan, siyasetçilerden daha güçlü ifade ediyorlar. Çünkü şiir sadece akla değil, doğrudan kalbe de hitap ediyor. Azerbaycan edebiyatında şiir bu kadar güçlü olmasının sebebi nedir? Özellikle Fuzuli var orada hocam. Çox gözəl vurğuladınız Fuad bəy. Həqiqətən də ədəbiyyatımızda şeir olmazsa olmazdır. Nə qədər roman, hekayə, öykü, denəmə, nə olur olsun, şeir bir tacdır. Çünki biz sanki çocuqluqdan, uşaqlıqdan başlayaraq nizamilərlə, füzulilərlə, nəsimilərlə böyüdük. Yəni, ruhumuza işləyib bu, qanımızda, canımızdadır. Həm də türk dili çox şirindir, çox gözəldir, özəl bir dildir, sanki seçilmiş bir dildir. Təbii ki, hər millətin dili özü üçün gözəldir, buna sözüm yoxdur. Amma bizim üçün də Azərbaycan dili, Türkiyə türkçəsi, ümumiyyətlə bu türk dünyasının dili çox şirindir. Hətta belə deyim də, şeir necə deyim, incəlikdir, lətafətdir. Bəlkə də budur ki, bizim xalqımız həm incə ruhlu, həm çox kübar, həm də yeri gələndə bayaq qeyd etdiyim kimi, yeri gələndə qılınca da əl atandır. Çünki bizim başqalarıyla işimiz yoxdur. Bizim torpaqlara göz dikənin söz var, gözə göz, dişə diş. Yəni, mənim torpağımdır, mənim namusum, qeyrətimdir. Sən mənim torpağıma niyə əl uzatmalısan? Məsəl üçün danışıram bunları. Yəni, şeir Azərbaycan ədəbiyyatında olmazsa olmasıdır. Yenə deyirəm, məsələn, Xətainin həm qılıncı var idi, həm şeiri, sözü var idi. Qazi Bürhanəddinin həm qılıncı var idi, həm sözü var idi. Şair hökümdarlar. Eyni zamanda klassik ədəbiyyatımız, məsələn, Nizami Gəncəvi, Xəqani Şirvani, Məsəti Gəncəvi, hələ bunları deyirəm, Həbibi, Kişvəri, Füzuli, Xətai, sonra gəlir yavaş-yavaş müasir ədəbiyyatımıza Hüseyin Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, adlarını unutduqlarıma görə üzr istəyirəm. Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, yəni yüzlərlə belə adı. Ən müasir ədəbiyyatımızda Bəxtiyar Vahabzadəmiz, Azərbaycan Türkiyə şeirinin müəllifi, eyni zamanda Ramiz Rövşən, bugün davam edən digər gənc yazarlar. Yəni, ədəbiyyatımız şeirlə nəfəs alır. Şeir ruhumuzda, canımızdadır. Təbii ki, bununla yanaşı, şeirlə yanaşı, məsələn, mən belə deyim, şeir də yazıram. Bir sıra şeirlərim Azərbaycanda həm şarkılar, türkülər yazılmış, həm məsələn, Xocalı soyqırımı adlı bir dramım var. Azərbaycanda universitetlər, məktəblər, bağçalar, dram teatrlarında oynanılmış, bu şeirlə yazılmışdır. Amma bununla yanaşı, araşdırma üçün romanlara da mən müraciət edirəm. İlk romanım 7-ci ayın 7-si 2022-ci ilində dərc olundu və növbəti romanım inşallah artıq demək olar tamamlanıb, bir editor işləri qalıb. Rənglər Pandemisi adlı bir romandır. Belə deyək, yazmışam, tamamlamışam. İnşallah çox çalışıram ki, bu il dəyərli oxucularıma onu təqdim edim. Allahın izni ilə. Amma bütün bunlarla yanaşı, yenə deyirəm, şeir oxuyuram, şeirlə də nəfəs alıram. Şeirimi də səsləndirən qiraətçilərə hamısına təşəkkür edirəm. Yəni, həqiqətən də
dəyər verən insanlar həqiqətən çox dəyərlidirlər və bizim də əsas təbii ki, məqsədimiz odur ki, az da olsa ədəbiyyatımıza katkıda bulunaq. Ədəbiyyat az da olsa. Yəni İnşallah gələcəyimizin necə olacağını təbii ki, ən gözəlini Allah bilir və mən bu işdə bütün yazarlara, şairlərə, sadəcə bu sahənin insanlarına yox, digər sahədə çalışan bütün hər kəsə Allahdan arzu edirəm ki, işləri xeyirli uğurlu olsun, xalqımız, dünyamız üçün yararlı olsun. Buyurun Fuat Bey. Sağ olun hocam. Buyurun. Hocam bildiğiniz gibi insan sadece ekmekle yaşamıyor. Anlamla, hikayeyle, umutla ve hayallerle yaşıyor. Edebiyat da tam burada devreye giriyor. İnsan bazen kendi duygularını bir romanda, bir hikayede veya bir şiirde bulabiliyor. Bu yüzden edebiyat aslında insan ruhunun en derin ihtiyaçlarından biridir. Edebiyattan kopuş, insanlıktan kopuş diyebiliriz. Edebiyatın insan ruhunu böyle dönüştürücü gücü hakkında ne düşünüyorsunuz hocam? Bəli, bu da digərlər kimi çox gözəl sualdır Fuat bəy. Təşəkkür edirəm. Bəli, ədəbiyyat bir cəmiyyətin ruhudur. Çünki bayaq qeyd etdiyiniz kimi bütün proseslər daha çox kitablarda, əsərlərdə qalır, yaşayır. Məsələn, biz 2000 il öncəni bilmək üçün İlyada Odisseyi oxuyuruq. O dövrü türk dünyasını bilmək üçün Dədə Qorquda baxırıq. Biz onu oxuyuruq. Eyni zamanda tarixdə baş vermiş bütün bu müəyyən proseslərin çoxsunu biz ədəbiyyatda tapırıq. Ədəbiyyat həm olanları yazır. Hətta belə bir söz var ki, Aristotelin bir sözü var. Deyir ki, ədəbiyyat tarixdən daha önəmlidir. Çünki tarix olanları yazır, ədəbiyyat ola biləcəkləri. Və burada nə dövrəyə girir? Xəyallarımız, düşüncələrimiz. Məsələn, Atatürk'ün bir gözəl sözü var idi. Deyirdi ki, çox sevirəm o sözü, digər sözlər kimi. Yəni, onun hər sözü bir məktəbdir, okuldur. Onun sözü deyir ki, üfüqü görmək azdır, üfüqün ötəsi gərək. Bizim düşüncələrimiz o üfüqün ötəsində olmalıdır ki, və az da olsa biz də xalq ədəbiyyatımızda iz qoymaq üçün, ümumiyyətlə hansı peşədə olursa, məsləkdə olursa fərqi yoxdur. Bu cəhətdən xəyal ədəbiyyatın olmazsa olmazıdır. Məsələn, bu ədəbiyyatda da öz sözünü deyir. Ta ki, Jules Verne'in əsərləri baxırıq ki, bugün texnologiyanı qabaqlayır. 21-ci əsrdə yaşayırıq, 19-cu əsrdə yazan biri bugünü qabaqlayır. Yəni, bu böyük xəyalların, düşüncələrin məhsuludur. Bu yazarda onun yetənəyinin, onun nüfuzunun nə qədər böyük olduğunun göstəricisidir təbii ki. Bəli, bəzən olur ki, deyirlər, bəzi insanlar olur ki, insanı qırmaq istəyirlər, ürəyini, qəlbini qırmaq istəyirlər, xəyallarının üzərindən xət çəkmək istəyirlər, amma heç vaxt xəyallarımızdan vaz keçməməliyik. Einstein-də onun həyatını bilirik, yəni okurda çox başarılı olmamış və s. və s. Tesla olsun, başqası olsun. Amma məsələn, digər şairlər olsun, bəziləri okuldan qovulmuş, belələr də olun. Amma onların xəyallarından vaz keçməmiş. Ola bilər okulda bu adam 2 almış, kötü almış. Amma onların, yəni, bütün insanlığa verdiyi töhfəni görürük, bütün dünya görür bunu. Xəyal bir yazısının, şairin olmaz olmazıdır. Biz xəyallarımızdan vaz keçdiyimiz an, o anda məhv oluruq, qırılırıq. Bir quş idik, qanadlarımız qırılır. Onun üçün heç kəsdən, bəzən kötü insanlar da qarşımıza çıxır, ruhdan salmağa istəyirlər. Qəsdən, qərəzli olaraq və ya bilməyərək. Amma bütün bunlara rəğmən həyat mübarizədir, mücadilədir. Yəni, bu cəhətdən biz çalışmalıyıq ki, heç vaxt ruhdan düşməyək, yazaq, sarılaq və təbii ki, peşəkar yazaq, səhvlərimizi bacara bildiyimiz qədər yazılarda az edək və sözümüzü dünyaya çatdıraq. Çünki yazar həm də təbii ki, yazır ki, onun sözü oxunulsun. O zaman elə bir ki, nəfəs alır, oxucuları ilə nəfəs alır. Bugün bayaq da o bir digər soruda da bunu dediniz. Yəni, video görsəllər də gəlib keçəcək, texnoloji də keçəcək, yeni amma söz həmişə yenidir, ruhdur. Allahın belə bir dediyi, belə bir hədis var ki, Allahın insana verdiyi ən böyük nemət obyektlərə, əşyalara
ad qoymaqdır, isim qoymaqdır. Yəni bu bəşəriyyətin ən böyük söz çox böyük qüvvədir. Ona görə də Allah bu millətimizin, xalqımızın sözünü tükəndirməsin. Bizim sözümüz həmişə dünyada sayılıb, seçilib və bu gün də davam edir. Gənclərə də arzu edirəm ki, bunu daha da gücləndirsinlər, daha da dünyaya səslənsin. Bu gün internet əsridir. Bax, bir anda yazırıq Türkiyə ilə, Amerika ilə, Çinlə danışa bilirik. Bu çox gözəl bir şey. Gənclər bundan maksimum səviyyədə yararlanmalıdır. Buyurun. Evet. Hocam gençler dediniz. Bugün birçok genç yazmak istiyor ama hızlı sonuç alma kültürü nedeniyle sabırsız davranabiliyorlar. Oysa edebiyat emek ister, birikim ister, gözlem ister ve hayatı derinlemesine anlamayı gerektiren bir durumdur. Büyük eserler çoğu zaman uzun yılların birikime sonucu ortaya çıkmıştır. E, Yazarlık yolculuğunda yeni başlayan gençlere hangi tavsiyelerde bulunmak istersiniz hocam? Çox sağ olun Fuat Bey, çok güzel sualdır. Bu da Ve hocam son sorumuz hocam. Süremiz 5 dakika kalmış. Buyurun hocam. oldu. Bəli, bayaq elə soruda da bir qismini dediniz. Yazarlardan ilk öncə səbirli olmağı arzu edirəm. Çünki böyük mübarizələr kolay, asan meydana gəlmir. Məsələn, Firdovsi İran şahlarının tarixini, Şahnaməni 35 ilə yazdı. Nizami Gəncəvi, onun əsərlərində bir tarix var həmçinin. Məsələn, onun əsərləri 5 xəmsədir, amma onları da məsələn o ömür boyu yazıbdır. Sonra elə bir romanlar var ki, məsələn 20 ilə yazılmış, 5 məsələn Harry Potter 6 ilə yazılmış. Yəni səbirli olmaq lazımdır. Əsas olan çox yazmaq yox, keyfiyyətli yazmaqdır. Yəni nitəlikli yazmaqdır. Bu mənada az olsun, bizdə bir söz də var, az olsun, saz olsun. Əsas olan kitabların sayı deyil, əsas olan sözlərin gücüdür, düşüncələrin böyüklüyüdür. Bu da əsas olan. Ona görə gənclərimizə bu işdə ilk öncə səbirli olmağı, yazmaqdan çox oxumağı, araşdırmağı, öyrənməyi arzu edirəm. Çünki o yetənək gec-tez öz sözünü deyir. Yəni, belə deyək, özdə məsəl üçün ədəbiyyatda bu biraz daha çox zaman gərəkdirən bir şeydir. Ona görə də səbirli olmağı sizin dediyi kimi qeyd etmək istəyirəm və heç vaxt, yenə deyirəm, xəyallarından vaz keçməsinlər, ilk növbədə özlərinə inansınlar, güvənsinlər, özlərinə, sözünə və daha sonra isə peşəkar olaraq həm editörlərlə, həm yaxın yazar dostları ilə sıx, belə deyək, əlaqədə, kontaktda olsunlar ki, bir-birlərindən daha çox. Məsələn, bu süni intellekt dedik. Süni intellekt sadə bizə bir mexanizmadır. Ona yazılanları verir. Onun ruhu, duyğusu yoxdur. İnsanda ruh var. Allah bizə bu ruhu bəxş edir. Biz bu ruh vasitəsilə yazırıq. Həssaslıq bu ruhdan gəlir. Bunun mexanika, bu dəmir parçası belə deyim də, verə bilməz. Bəlkə də indi ona çalışırlar, amma həmişə düşünürəm, Allahımıza şükür olsun ki, bizləri yaratdı və biz hər birimiz öz ruhundan bizə üfürlədi. Quranda da var bu. Öz ruhundan bizə üfürübsə, biz niyə görə bu ruhumuzu hansısa bir vasitəyə dəyişək? Belə deyim, onun üçün də ilk növbədə çox oxusunlar, yazmaqdan çox oxumaq lazımdır. Araşdırsınlar, dünyada gəzsinlər, mümkün olduğu qədər çox gəzsinlər. Çünki gəzmək də xəyallarımızın gelişlənməsində mühüm bir rol oynayır. Eyni zamanda da təbii ki, yenə səbirli olsunlar. Səbir biraz acıdır, amma meyvəsi şirindir. Mən hər kəsə bu meyvədən dərməyi arzu edirəm. İnşallah ki, belə də olacaq. Və Fuat bəy, buyurun, buyurun. Sizə də təşəkkür edirəm ki, belə bir gözəl verişdə məni dəvət etdiniz və qürur verdiniz. Bir daha sizə də uğurlar arzu edirəm. İnşallah sizin də qələminizin gücünə bələdəm. Arzu edirəm ki, siz də həm Türkiyə ədəbiyyatında, həm də dünya ədəbiyyatında öz sözünüzlə, gücünüzlə belə deyək, iz qoyasınız. Və bu güc sizdə var. Allah sizləri qorusun, sizin kimi dəyərli gənclərimizi qorusun. Amin inşallah. Bir daha təşəkkür edirəm. Bir daha qardaş Türkiyəmizə salamlar olsun. Çok sağ olun hocam. Çok teşekkür ettim katıldığınız için. Kendinize iyi bakın. Azerbaycan'a, Bakü'ye selamlar hocam. Görüşmek Allah razı dileğiyle. olsun. Allah Türk'ü korusun. Sağ olun. Var olun.